Herkese salam. Deməli bugün nə edirik? Mən makyaj edirəm, videonu qızım editləyir. Yeter artık. Yeter buramıza geldi ya. Nedir bu be? İstəyirəm ilk öncə liner çəkməklə başlayım. Çünki məni izləyənlər bilir ki, mən ilk öncə makyaja linerlə başlayıram. Bu arada qızım videonu editləyir. Şimdiden qazamız mübarək olsun. Vallahi çok sevindim. Vallahi. Allah çok heyecanlıyım. Tamam, Yemin ediyorum. Heyecanlanma. Allah çok heyecanlandım lan vallahi. Bəli, 2 saatdir liner çəkməyə çalışıram, amma çəkə bilmirəm. Çəkəcəm, amma çəkəcəm. A few moments later. Sonuç? Sonuç ne? Oldu sanırım. Düz oldu, əyri oldu bilmirəm. Əyrisə də siz düz qəbul edin. Zaten heç yerə getmirik. Vay anam vay. İndi keçdik normal makyajımıza. Lineri zaten mən həmişə makyajdan əvvəl çəkirəm. Çünki makyaj edəndən sonra lineri körləməyim deyə. Belə makyaj edəndə eləyəsə söhbətimiz yoxdur. Amma düşündüm ki, makyaja başlayandan sonra söhbət zaten gələcək özü. Bak pozlara bak. Triplere bak. Vallahi bilemiyorum. Şöyle bak triplere bak. Videonun əvvəlində də dediyim kimi biz makyaj videosu çəkirik, qızım editləyir. Gördüm hər kəs editləmə videosu paylaşır. Dedim bizim kimlə nəyimiz əksildi ki? Ne olsun onların sevgisi var, bizim də qızımız var. Bizim üçün də o editləyər. Açıkçası ben çok şaşırdım. Beklemiyordum. Qızıma güvənirəm, bilirəm ki, bu editin də öhdəsindən çox gözəl bir şəkildə gələcək. Şübhəli əslində olan qorxuram. Bu videonu bəyənsəz əgər belə videoların ardı çox gələcək. İnşallah qızım bu önəmli görəvin öhdəsindən yaxşı bir şəkildə gəlsə, inşallah ki belə videoları davamlı çəkəcəyik. Özünə xəbər yoxdur hələ. Ola bilər ki biraz əciynələrə bənzədik, amma düzəldəcəyik, narahat olmayın. Lütfen kalkın elinizi gözünüzü yüzünüzü yıkayın. Bu dünəllərin açılışını elədiyim Faberlikin konservatı indi vururam, baxın görün necədir. Səsdən baxın. Bilmirəm eşitdiniz, eşitməz, amma mən eşitdim. İndi vururuq. Valla sizi bilmirəm, amma biz nəsildə həmişə o uşaqlarının birinə bir zərər yetirsən, digərləri sənin başında tük qoymaz uşaqlar olmuşuq. Tamam. İnandım tamam. Buna görə də həmişə qızıma güvəndiyim kimi bu dəfə də güvənirəm. Bu çətin görevdən bizi üzər çıxardacaq. Yəni sonunda üzr istəyib TikTok silmək məcburiyyətinə qalmayacağıq. Təbii ki, bunlar bir zarafatdır. Sonuna kimi güvənirəm, bilirəm ki, bu editi çox qəşəng yeyir. O kadar değil hocam. Hocam o kadar değil. İnşallah bəyənərsiniz, ardı da gələr. Bəyənsəz gələn dəfə səsli şəkildə video çəkərəm, videomu səsləndirər. Qəşəng fikirdir amma. Qızım üzünü TikTokda paylaşmır deyə biz bir yerdə makyaj edib videolar paylaşa bilmirik. Amma həmişə istəmişəm ki, onu da bir dəfə paylaşım, bir yerdə makyaj edək. Bu videonun yorumuna hər kəs yazsın ki, qızımla bir yerdə makyaj videosu gəlsin. Görək nə deyəcək. Kardeşim siz ne istiyorsunuz? Siz ne istiyorsunuz abi? Söyleyin bana. Ne istiyorsunuz abi? Belə baxıram, deyəsən linerim harasa gedəndə çəkdiyim linerdən daha gözəl düşür. Niyə belədir görəsən? Ümumiyyətlə heç yerə getməyəndə elədiyim makyajlar harasa gedəndə elədiyim makyajlardan daha gözəldir. Bundan sonra makyajı alışdıracağam ki, mən heç yerə getmirəm, elə makyaj edəcəm, sonra da çıxacağam, gedəcəm başqa yer gəzməyə. Gəldik təbii ki də hara, mənim ən sevdiyim qismə, gözlərə. Ümumiyyətlə demişəm həmişə, makyajı tamamlayan tuşdur. Çünki mənə görə gözlər daha çox önə çıxanda makyaj həmişə daha gözəl görünür. Sağ olsun, qızımın sayəsində heç olmasa bir akıma belə olsa çata bildik. Bəlkə də gecikmişik əslində. Eybi yoxdur, geciksək də əsas oldu çatdıq, gözəl formada çatdıq. Başqa bildiyiniz hansı akım varsa yorumlarda yazarsınız, onları da eləyərik. Makyajım da belə oldu. Sağ olun, özünüzə yaxşı baxın. İnşallah bəyənərsiniz. Gördüm burada daha gözəl görsənir. Bir dənə də burada göstərim sizə. Necə oldu?